Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Güvən nəşrlərinə aid mövzu quizinə baxaq. Say və quantifiers bölməsinə üzrə. Qeyd edim ki, bu cür testləri işləmək üçün ödənişsiz onlayn dərslərimizə qoşula bilərsiniz. Şərhə bununla bağlı məlumat yerləşdirəcəm. Biz isə başlayaq. Yəni bu testləri əvvəlcədən görüb işləyib sonra izahlara baxsanız çox faydasını görəcəksiniz. Birinci sualda bizdən düzgün variantı soruşur. Correct variant oldu. İkinciyə baxırıq ki, 2 var, sadəcənin sonunda S var. Rəqəm olduğu zaman özündən sonra gələn miqdar sayı cəmlənmir. 2 getdi, 4-də isə eyni qayda 3. 100-in sonunda S olmaz bu formada, yəni 3-dəki və 1-dəki formasında olar. Cavab 1-3, yəni A variantı. 2-də rəqəmdən söhbət gedirsə, of varsa 100 kimi və yaxud da millions kimi cəmlənib S qəbul edir və qabağında bir şey olmur. Yəni C-dəki kimi of olanda E olmaz, 100 tək başına gəlmir, S olmalıdır. Yəni C-dəki kimi. B-də 2 var, sondakı 100 sonda S olmur. D-də S həm də E olmur. Cavab C. Üçüncü sualda saya uyğun bir sualdır. Deməli, sıra sayın kimi olur, yəni ayın qabağında TH olur və yaxud da indi first, second falandırsa, sıra sayı tipində olur. 2-də, yəni ayın 16-sı deyirsə, 16-nin sonunda TH olmalıdır. Ona görə 2 gedir. Deməli, 3 də eyni qayda, TH yoxdur, bu da getdi. Yəni, bu 1 və 4-dəki forma doğrudur. Yəni, C variantı. 4-ə baxaq. Eyni qayda noyabr ilin 12-ci ayıdır. İngilislər bu formada deyir. 12-ci sözü 11 olacaq və 11-in qabağında Z artiklı olmalıdır ki, sıra sayını tətbiq edə bilək. A-da sıra sayı deyil, D-də deyil, sonda TH olmalıdır. B-də Z-si yoxdur, Y-də nə deyir? 20-ci ay falan deyir, yəni mənası düz gəlmir. 5-ci sualda milyon qaçqın deyirsə, qabağında ya E artiklı ya da ki, rəqəm olmalıdır. 1 gedir, 2-də rəqəm varsa, milyon sonunda S qəbul etmir qaydaya əsasən. Cavab nə qaldı? 3 və 4, 5-də D variantı. Bu arada abituriyentsin isə kanalın ictimai bölməsində sizin üçün çox faydalı testlər var. Kanalın ictimai post bölməsində oradan da faydalana bilərsiniz. 6-cıda FU cəmisim istəyir, forest olar. FU cəmisim neighbors olar. 1, B və D olan tapaq. Elə Y düz gəlir, səhv etmirəmsə. 2, AC. A little sayılmır. Sayılmırsa advice da sayılmır. A little sayılmır. Furniture sayılmır. Cavab 6-da Y variantı. 7-ci suala baxaq. 7-ci sualda deməli, many sayılır, with sex torbalar kimi sayılır orada buğda torbası. Traffic accidents, trafik hadisəsi S var. Sonunda many də sayıla bilənlə olurdu. Only a little, little sayıla bilməyənlə olur. News sayılmır və information sayılmır. Deməli, 1, A və D olanda cavabımız olur 7-də B variantı. 8-ci suala baxaq. Information sayıla bilmir deyir. Yəni, sayıla bilməyənlə istifadə olunacaq olan matchdır. Çünki match sayıla bilməyənlə olur. A variantı. Several sayıla bilənlə plenty isimsiz. D-də only a little formasında olmalıdır. FU sayıla bilənlərlə olar. 9-cu suala baxaq. 1-də many sayıla bilənlərlə olur və cəmisim istəyir, amma many bu da təkdə verdi. 1 yanlış. 4-də a little sayıla bilməyənlə pis sayıla bilən isimdir. Bu da gedir 2 və 3, yəni Y variantı 9-da. Keçdik növbəti suala. Bir saniyə. 10-cu suala baxaq. 10-cu sualda deməli, 100-dən sonra cəmisim gəlməlidir. Village təkdədir. Bu gedir, advice təkdə getdi. 1 və 4, D variantı. Ola bilsin ki, hansısa sual sizə qaranlıq qalır, şərhə yazın, oradan köməklik edim sizə. Deməli, birincidə to rəqəmdir, 2-dir, fermalar cəmləməsi lazım idi. 1 gedir, advice sayılmır, sonda S verib, qabağında rəqəm verib, hər tərəfli problemdir bu. Ona görə 2 və 3-də problem yoxdur, yəni cavab Y variantı.
12-ci sualda only'dən sonra a article olar. Only'dən sonra a article olur. End a few, yəni only article olur. Bu formada olmaz. Yəni birdəki kimi olmalıdır. Enough PB-də problem yoxdur. 12-də B variantı. 13-cü sualda patience sayıla bilmir. Many sayıla bilənlə olar. A few sayıla bilənlə olar. Elət quantifiers deyil, hərəkətə aiddir. Bu çox önəmli sualdır. Dildə də bu cür testlərə rast gəlmək olar. Qrammatik cəhətdən little-da, lots-da problem görünmür. Amma nədir problem? Cümlənin mənası. Deyir ki, mən düşünürəm ki, sən yaxşı bir müəllim olacaqsan, sənin nə qədər səbrin var ki, sən yaxşı müəllim ola bilərsən, Y variantı olar. B-ni qoyanda sən az səbrin var, müəllim ola bilərsən, təəssüf ki, qrammatik cəhətdən yanlışdır. Y variantı. 14-də many sayıla bilənlərlə olur, sold sayılmır. Getdi, a lot ismin qabağında olmaz. 2 və 3 B variantı. 15-də isə görək vəziyyət necədir? Bizdən düzgün variantı istəyir. Few cəm isim istəyir. Police officer burada təkdədir. 1 gedir. Few sayıla bilən cəm istəyir. 4-də problem yox imiş. 3-də a few cəm isimdir. Discover, yəni cəmdən istifadə olunur. Discover'in sonunda s yoxdur. Ona görə bu da yanlışdır. 2 və 4 15-də A variantı. Belə əziz abituriyentlər, hər birinizə bol-bol uğurlar. Növbəti videolarda görüşənə qədər.